Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Bizim istirahət günlərimiz davam eləyir. Hələ də Novruz bayram ərəfəsindəyik. Bugün valideynlərimin yanına gedirik. Onlarla birlikdə davam eləyəcəyik bayramı keçirtməyə və ilk növbədə onlara getməmişdən əvvəl biz şənliyə gedəcəyik. Eltim sağ olsun bizə qonaq gələndə uşaqlara belə 3 dənə bilet gətirmişdi. Uşaqlara hədiyyə verdi. Dedi ki, gedin bayramınızı orada keçirdin. Belə, biz artıq burada olmuşduq. İkinci dəfədir oraya gedirik. Uşaqlara orada hədiyyə verəcəklər. Əgər imkan olsa orada biraz sizi üçün çəkəcəm. Amma çəkə bilməsəm, onda valideynlərimin evində görüşərik. Nəysə, gedirik şənliyə baxmağa. Artıq biz Hövsana gəlib çatmışıq. Məni Hövsana baxanlara hər birinizə təşəkkürümü bildirirəm. Yəqin ki, elə buranı tanıdınız. Haradır? Bura 7 Gözəl parkıdır. Burada dayanmışıq çünki xalam qızımı gözləyirəm. Onun biraz işi var idi. Elə bir ki, hiss eləyirdi biz Hövsana gedirik. Öz uşağını bizə tapşırmaq istədi ki, biraz biz onu saxlayaq, baxaq. O da öz işlərin dalınca getsin. Yaşıl rəngdə samolyot uçurdu. İstədim onu sizə göstərim, amma gün o qədər adamın gözünü yandırırdı ki, görməmişdim haranı çəkirəm və elə bilirdim ki, sizə samolyot çəkmişəm, amma elə belə göy çəkmişdim. Xalam qızını gözləyərkən bacımla görüşdük. O da mamamgilə gelirdi. Biz həmişə çalışırıq birlikdə gedək, çünki uşaqlar bir yerdə olanda çox sevinirlər, amma tək-tək gedəndə darıxırlar. Bu arada xalam qızı nəhayət ki gəldi, uşağını bizə tapşırdı, özü də aradan çıxdı. Çox narahat idim, fikirləşdim ki, birdən uşaq bizi unudar və bizimlə birlikdə qalmaz, ağlayacaq. Bunu necə sakitləşdirəcəm, necə saxlayacağım bilmirdim. Amma çox şükür heç ağlamadı. Anasını yola saldı gülə-gülə və bizimlə birlikdə getdi. Artıq biz mamamgilə gəlmişik. Həmişəki kimi mamamgilə gedəndə bacım balıq alır. Papam çünki balığı çox xoşlayır. Özdə bu balığı, bilmirəm Azərbaycan dilində bunun adı nə gedir, amma Rus dilində bunun adı bıçki gedir. Çox qəşəng balıqdır, şipşirin balıqdır. O vaxtları papam özü gedərdi balığa, özü tuturdu və evə gətirirdi. Bir yekə sumkada balıq tuturdu. Mamam onu hamısını təmizləyirdi, yuyurdu və bizə göndərirdi. Amma indi papam xəstədir və ona görə balıq tuta bilmir. Bacım da ona görə hər dəfə ona balıq alır ki, çünki papam çox xoşlayır.
Hər kəsə salam. Biz növbəti gündəyik. Mamamgildəyik və səhər tezdən bacımla təmizlik işi görürdük mətbəxdə və burada biraz toxum tapmışam. Güllərin toxumu. Keçən il gətirmişdim mamaya. Oy, indi bunları bura əkmək istəyirəm. Burada həmişə mamada güllər olurdu. Amma indi hər yer gecəldikəndir. Bunu təmizləmək istəyirəm. Amma söz vermirəm ki, hamısını təmizləyəcəm. Çünki bu dərəcədə qoçaq deyiləm. Elə belə nə qədər gücüm çatsa, buranı təmizləyərəm. Və bu toxumları bura atacağım. Bu qədər ucu təmizlədim. Və davam eləyirəm. Burada isə mamaya 8 marta bacım bu güldən hədiyyə eləmişdi. Mama götürdü, bura əkdi. Bu qarışqa çox gözəl görsənir. Bu da bizim pişiyimiz tigrionokdur. Neysə. Nə qədər ki həvəsim var, tez yığışdırım. Sonra bezəcəm və işləmək istəmərəm. Ayda narsiz qırdım. Bax belədir də. Video çəkəndə через kameraya baxırsan, onda yaxşı görə bilmirsən. Ona görə söndürürəm və sizə son halını göstərəcəm. Положила на стол. Если понравится, Mən öz işimi bitirdim. İndi istədim bu tərəfə keçeyim. Yadıma düşdü ki, biz bugün qutab eləyəcəyik və başladım gecəlikən yığmağa və burada cimcili var. Bunu da yığmaq istəyirəm. Bundan qutab çox dadlı olur. Biraz yığım. Sonra qalanı yəqin ki təmizləyəcəm buranı. Çünki bura bunların yeri deyil. Bura güllərin yeridir. Belə biraz yığım. Sonra axut olsa təmizlik iş görəcəm, amma mən artıq uca bezdim. Bir işi çox eləməyə bezirəm, sevmirəm. Belə, nəysə tez bazar bunu yığım. Göyərtini yığdım və bacımla birlikdə dükana çıxmışıq. Çünki bəzi şeylər evdə yox idi. Biz qoğal hazırlamaq istəyirik və qoğala lazım olan ərzaqlara lazım idi. Biraz aldıq və yenidən evə qayıtmışıq. Bayramda heç birimiz qoğal hazırlamamışdıq. Fikirləşdik mamamgilə qonaq gedəndə orada mütləq eləyərik və ona görə bizim qoğalımız indiyənə qaldı. Düzdür, bayram demək olar ki artıq bitdi. Xonçamızda heç birimizdə qoğal olmamışdı, amma eybi yox. Məncə bu heç problem deyil. Əsas odur ki başqa şirniyyatları bişirdik və süfrəmizi boş saxlamadıq. 20%li olan smetandan aldıq. Orada bizə 200 qram lazım olacaq və droj. Bacıma dedim ki, gəl belə bir dəfəlik droji alaq, çünki o daha yaxşıdır. Bir paçkanı açaq, hamısını qatarıq və qalanı qoy bağlı qalsın. Çünki böyük paçkanı alırsan, bir damcı oradan götürürsən, xeyli vaxt onu işlətmirsən, növbəti dəfə droj lazım olanda, onda elə bir ki, daha yaxşı şişmir, xəmir. Amma belə bir dəfəlik droj alanda mən artıq bunu işlədirəm və sınadım, görürəm ki, həqiqətən də bu bir dəfəlik olan droj daha yaxşıdır, nəinki böyük paçkalardan. Biz artıq gəlmişik bacımla dükandan və mütləq ilk növbədə özümüzə çay süzdük, çay içəcəyik. Çünki çöldə hava soyuqdur və belə şirniyyat qalıb bizdə. Baklava, bircə dənə şəkər bura qaldı. Mama deyir ki, bunları yiyin, qutarın, ondan sonra çıxın, gedin. Çünki
Şirniyyat qalmasın. Artıq neçə gündür yeyirik və bitirə bilmirik. Kökəlmişik. Necə lazımdır kökəlmişik. Şirniyyat bitsin və oturacağıq diyetaya. Bacım qardaşıma belə corab aldı və papama belə corab aldı. Qəşəng corabdır. Hösandan kim məni baxır. Bravo market var burada. Bravo marketin pilləkənində bir kişi oturur. O 50 qəpiyə cürbəcür qəşəng corablar satır. Çox qəşəng corabdır. Həm iyisidir, iyilidir, həm də belə nazik deyil də belə. Yəni buradan o tərəfini görməyəcəksən. Belə çox qəşəng materialdır. Belə. Bu da qardaşıma o ağ corabı çox xoşlayır. Ona görə ona 2 dənə ağ corab aldım. Biz isə çay içirik bacımla. Mamam. Mama nə edirsən? Qazan yiyirəm. Mama da qazanları yiyir. İndi qoğal eləyəcəyik, sonra qutab eləməliyik, görək inşallah alınsan. Şəhət elə. Göyərti, Hövsanda göyərti dəhşət bahadır. Özdəki nə boydadır, heç nə tük deyil, elə bil tükdür. Bayramdır, ona görə göyərti. Yo, heç də elə deməm. Bizdə Binəqədidə, bura gəlməmişdən bir gün qabaq, Elnur göyərti almışdı, 7 dənəsi 1 manata. Özdə nə boyda idi göyərti? Baxın bu boyda. Hə? Bu neçədir? Bu bir dənəsi 25 qəpiyə. Bizdə isə Binəqədidə Bayrama görə. bu boyda mama öz Hövsanını tərifləyir, amma elə deyil. Elə deyil. Hövsanda çox bahadır göyərti. Əslində heç almaq istəmirdik, küsmüşdük. Sadəcə qutab beynimizə düşdü, ona görə məcbur aldıq. Biraz göyərti yığmışıq həyətdən. Cimcili, giciltkan. Ona görə məcbur vəziyyətdə bu göyərtini almışıq. Hövsanda göyərti çox bahadır, mama. Hövsana köçməyin. Sonra Avaşnoyun yanından keçirəm. Bir kişi deyir, mama özdə siz tərəfdə Avaşnoy var. Nə dedi? Deyir, məndə meyvə çox ucuzdur. Sən o tərəfə getsən, görəcəksən ki, orada bax, ləzgi özdə, ləzgi var. Zirzi büyük satır. Niyə? Zirzibil deyil, amma elə bildim ucuzdur, amma çox bahadır. Mənə deyir ki, məndə ən ucuz meyvə məndədir. Baxdım elə belə, qiymətlərə baxdım, dedim, ürəyimdə dedim ki, yox, səndə heç ucuz deyil. Nəysə, axırı mama da çay içmək istədim. Çay içirik. Biz başladıq qoğal hazırlamağa. Aparım hazırdır. Bacım isə burada naçinka düzəldir. Onun içində duz, istiot, raziana, cirə, yağ, un, sarı kök, iso. Başqa heç nə. Hamısını belə umac eləyir. Sonra qızardacaq. Niyə indi belə olur da, sonra qızardanda rəngi dəyişiləcək. Keçən ildə belə olmuşdu. Belə başladıq biz. Göyərti yiyirik. Eyni vaxtda südü pişiririk, sonra naçinka hazırlayırıq. Aparaya baxın, görün nə qəşəng şişdi. Xəmir hazırlamaq olar daha. Rəngi də qəşəng oldu, belə qızılı, sarı. Artıq hazırdır, qazı söndürmək olar. Bu qoğal üçün naçinkadır. Həm qoğal pişirəcəyik, həm qutab eləyəcəyik. Hamısı bir arada. Mama deyir ki, axırda biz mətbəxdən iməkliyə çıxacağıq. Qoğal üçün xəmir artıq bizdə hazırdır və mamamla bacım göyərti təmizləyirlər qutab üçün. Bu qalxana qədər qutab eləyəcəyik. Və bizdə qarın da var. Qarından da olacaq və göyərtidən. Görün nə qəşəng qutabçıq olacaq bizdə giciltkandan. А где халва? Она вещи вешает на улице. Вчера разве его открыли? 5 секунд.
Çok. Niyə göstərməyi sizə unutmuşdum. Burada az qalıb. Uşaqlar dünəndən yeyirlər. Elə dedim tez bazar götürüm. Nə qədər ki bitməyib. Düzdür, bəziləri buradan çıxardıqlar. Amma göstərim nələr var idi içində. Belə popkek. Çox qəşəng hədiyyə idi. Bu dəfə hamısı keyfiyyətli şirniyyatlar idi. Belə ucuz vari İran şirniyyatları deyildi. Belə popkek. Sonra belə piçenye, kreker. Belə ülker vafli. Biskrem, o da ülkerin. Sonra belə puzzle da var idi. Uşaqlar dünənə yığırdılar, sökürdülər. Nəysə belə. Çox şey var idi. Belə çubuqlar da var idi. Sonra belə ozmo idi. Sonra aguşa soku idi. Nə bilim, çox şey var idi. Uşaqlar artıq yedilər, elə bu qaldı. Qəşəng hədiyyə idi. Kitabı pişirdik, bitirdik. Bu göyərtidən, bu qarından çox dadlı oldu. Biraz dincəldik və başladıq qoğal hazırlamağa. Yağı əridirik. Kərə yağıdır bu. Xəmiri 8 yerə böldük. Bacım deyir ki 9 yerə bölünməlidir. Amma belə alındı nəsə məndə. 8 yerə böldük. Birini yayırıq. Sonra əlimizlə belə uzadacağıq. Все, кладешь? Мама, подожди, там тебе точно. Да, сейчас я сделаю вам, подожди. Мам, можно отсюда разбавить? Вот. Разбавь. Что они там кушают? Сладости. Они печенье кушали. Мама, это чистая вода? Да. Еще чуть-чуть. В 01:30 идет. Сейчас 1. Разбавить воду. Немножко. Все, мама. Маленькая баночка. Мама, завтра будет град и снег. Да. Угу. Мурат смотрел. Да. Axırıncı dəfə mamam gilə gələndə özümlə bu aparatı gətirmişdim. 8 martda gəlmişik biz. Bu arada mamaya dırnaqlar düzəltmişdim və dedim ki, bir ay belə gözəl dırnaqlardan gəzəcəksən. Amma səhərsi günü martın 9-u mamam mənə WhatsApp-da şəkil atır ki, 2 dənə dırnaq artıq qopdu və dedi, sən necə mənə dırnaq qoymusan ki, dırnaqlarım artıq qopub. Çünki dırnaq elədikcə oturub söhbət eləyirdik, başımız qarışmışdı və mamam dırnaqları 1 dəqiqə heç saxlamamışdı. Yəni 60 saniyə heç saxlamadı, tez çıxardırdı və arada uşaqlar şnuru dəyirdilər deyə o öz-özünə lampa sönürdü. Biz də elə bilirdik ki, 1 dəqiqə artıq keçdi və ona görə diqqətlə bunun dırnaqlarını düzəltməmişdim. Yəni lampaya heç nəzarət eləmirdim.
Ona görə bir ay mamada dırnaq qalmadı. Bu dəfə dedim narahat olma, qəşəng baxacam sənin dırnaqlarına ki, o bir də qopmasın. Вот. Və həmişəki kimi hər bir bayramda nənə baba payı uşaqlara pul verirlər. Elə yanına da mama konfet qoymuşdum. Axırıncı dəfə bilmirəm hansı bayram olmuşdu. Mamam uşaqlara 3 manatdan vermişdi. Amma nəvələr narazı olmuşdular. Dedilər ki, ay nənə bu azdır, bu nə puldur. Biz amma başa salırıq ki, baba bizdə pensioner adamdır. Nə qədər verir? Sağ ol deyin. O vaxtları yadımdadır ki, mənim nənəm bizə kök hədiyyə verirdi. Köklə alma kuloka qoyurdu və bizə hədiyyə verirdi. Biz ona da sevinirdik. Amma indiki uşaqlar pulun sayına baxırlar, nə qədər pul onlara verirlər. Nənə babanın canı həmişə sağ olsun ki, biz onlara qonaq gedəndə uşaqları belə hər dəfə sevindirsinlər. Mən isə sizinlə burada yavaş-yavaş sağollaşacağam. Ümid edirəm ki, bu videonun sonuna kimi baxmısınız. Rəy bölməsində smaylik saxlamağa və like eləməyə unutmayın. Mən isə həmişəki kimi hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda görüşərik. Hələlik.